Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum. Salam hörmətli Talih TV izləyiciləri, hər birinizi salamlayıram. İnşallah bugün yolumuz Şıx Əfəndiyədir. Allah yolumuzu açıq eləsin. İnşallah Şıx Əfəndidən də çəkilişlərimiz olacaq, çəkib paylaşacağıq. Firdevsüdür, Sərras müəllimdir. Sərras müəllim, Firdevsü, yolumuz açıq olsun. Üzü Şıx Əfəndiyə gedirik. Allah niyyətimizi qəbul eləsin. Niyyətlərinizdən deyərdiniz, hansı niyyətdən biz? Allah birinci niyetlerimizi kabul etsin kardeş. Ne niyetimiz varsa her birimizin. Eşidenlerin de her birinin niyeti kabul olunsun. Bugünlerim Şıx Efendi Baba'da stul, fidi təşkil getirip onları orada yerleştireceğiz, uğraştıracağız ki, gelip gidenler oturup orada rahat süren yesin, ziyaretini eləsin. Şimdi yolda biraz problem var, o problemlerde gerek yavaş yavaş yolun nizamlayaq ki, maşınla yaxınlaşa oraki, sonra elle daşıyacağız. Allah köməyiniz olsun, Allah qüvvət versin hər birinizə ki, o işi tamamlayaq, yerinə yetirək. Allah özü qüvvət versin, Allah yolumuzu açsın. Peyğəmbərdə dayanmışıq, Almalı istiqamətində baxırıq. Yəni o Üzəniz kəndinin altından Almalığa gedən bax o yolu Fidi ilə burada müzakirə edirik ki, hardan gedir diyor vaxtı, uşaq vaxtı. Allah qismət eləsin, bir də o yerlərə gedək. İnşallah. Hələ bugün üçün Allah qismət eləsin, gedək niyyətimizi həyata keçirək. Şıx Əfəndiyə rahat qalxaq, gedib çıxa bilək, orada... Amin. Allah hamımızın niyyətin yerinə yetirsin, bütün sənəllərin hamısını arzu edirəm. Gəlib Şıx Əfəndi babanı ziyarət eləməyin. Mənim uşaqlıqdan çox arzum var ki, Şıx Əfəndi babanı bu torpaqlar işğal olunan dövrdə ziyarət edim. Allah qismət elədi. Getdim Amansiyada Şıx Əfəndi babanın məzarını ziyarət elədim. Bugünkü gündə Allah bizə qismət elədi. İndi fikirləşirdim ki, aparıb buraya heç olmada bir stol qoyum. Allah sizin köməyiniz olsun. Dəxli yoxdur, böyük balada səhər dəyişərik, düzəldərik. İndi azdan çoxdan biraz gətirmişəm ki, orada bir dənə stol kimi ziyarətə gələn cəmaatımız otursun, bir dincəlsin. Hamınıza mən də minnətdarlığımı bildirirəm. Həmişə belə bir yerdə olaq, həmişə belə mehriban olaq, həmişə bir olaq. Şıx Əfəndi bütün sərəllərin, bütün Azərbaycanın, bütün müsəlman dünyasının köməyi olsun. Amin, amin. Bütün sərəllər hamısına, necə deyim, Şıx Əfəndidən xoş günlər diləyirəm. Bütün sərəllər, iyi dəyərinin hamısına. Var olasınız həmişə. Sərras durmuşuq burada Nadir müəllimgil Yendaşa, Göyyala Bulaq Asarı. Biz də durmuşuq o taya, o üzərimizin altına zadına baxırıq o. Allah bizim bu şəhidlərimizə də rəhmət eləsin. Bax, bu şəhidlərin elə hesabınadır ki, Allah rəhmət o köhnə torpaqlarımızda qayıdıb, bayaq dediyiniz kimi. Bu da Göya şəhidləridir. Yaxınlaşırlar bir orada. Allah hər birinə rəhmət eləsin. Burada mən sizə bir məlumat üçün deyim ki, bax, burada azim var. O azimlə biz bir yerdə olmuşuq, bir otaqda qalmışıq. Birinci şəhiddən başlayalım. Birinci... Şəhid Bulu Dəmir'in oğlu. Uşaq kəsəndir. Nurəslan o Saldaş kəndindən də, ancaq indi Göyal məktəbini oxuyub da. Rəhmətli Kəşkəşəndir bu. Kəşkəşəndir. Adlarını da bu yaxın getdi. Kamal, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Kamal. Şəkərəliyev, Azim. Azim Orucoğlu. Şəkərəliyev. Azim, Allah rəhmət eləsin. Rəhmətlinin ad günümüzdə bir yerə düşürdü. Bir yerdə ad günü Ruhu şad kesildi. olsun. Allah rəhmət eləsin. Bugün Göyyalın başınızda onun heykəli şəkili qoyulub. Allah rəhmət eləsin. Müsəllim. Allah rəhmət eləsin. Təsvir Vazir Zakiroğlu. Allah rəhmət eləsin. Allah o da yaşasın. Yusuf Mustafa yesin. Bu 20-ci şəhidimizdir. Allah hər birinə rəhmət eləsin. Allah hər birinə rəhmət eləsin. Zor kəndin şəhidləri də buradadır. Allah rəhmət eləsin. Yolumuz Şıx Əfəndiyədir. Allah niyyətimizi qəbul eləsin. Çox gözəl bir aksiya start vermişik. İşimiz, məqsədimiz xeyriyyəçilikdir.
İnşallah. Maşınları boşaldırıq. Buradan belə maşın gedə bilmir. Yükümüzü bir maşına yığırıq. Yani Çok çekme ha. Ata burada ne oldu? Ata birisi. Bak. Savaş. meşe yollarıdır, çətin yollardır. Buradan belə həqiqətən də keçilməz yollar keçəcəyik. Neyimiz var? Allah imkan versin, biz bu yolları gedə bilək. Ha, suyunuz neyiniz var getirin. Budur. Sərras da yolları təmizləyir. Hacı biraz belə ses görək. Hacı yolları təmizləyək. Bu xoş niyyətiniz Allah qəbul eləsin. İndi dəhrə baltanı götürüm mən düşüm qabağa da. Buna dəhrə lazım değil mi? Bir dəqiqə gətirirəm. Yaxşı. Oldu. Çəkilişi saxlayayım. Buyur. Yaş efendi baba seni deyip gelmişim. Sen işgaha gelmişim. Düz nişan yarısına kadar gelmişim. Kömeğimiz ol. Buradan düz saksan yana. Yaş efendi baba. Elin hamımızın küreğinde olsun. Hamımızın. Ay sererler. Bak bu de düz çıkıram Hertiz Dağı'na. Şimdi buradan gidelim aşağı. Şefendi babama gelen yoldu bu. Bak bu yol Şefendi babama gelen yolu. Şefendi babam kömeğiniz olsun. Allah hər bir arzusunda olanlara qismət eləsin. Taraf buran seç. Buran güzelliğimden seç. Çəkirəm. Maşallah olsun, sürücümüz də burada olsun. Allah səni qorusun. Sən də ki maşallah. Bura hər kəs sürü maşını sürə bilməz. Allah səni qorusun. Bu boyda bahalı maşınına qədər qıymısan, salmısan bu meşəlin içinə. Allah niyyətini qəbul eləsin. Sağ ol. Hamımızın Allah ziyaretini kabul etsin. Buradan hamımızdan qabaq qurbanı gedib. Allah qurbanını kömək olsun. Hepsi qurbanı burada yoxdur. İşlə bağlı da bizlə gəlib çıxa bilmədi. Qurbanı ən birinci buradan qurbanı gedib. Hisse alıb. Allah onu da kəmərin qursatsın. Niyyətin qəbul eləsin. Çörəyin bol eləsin. Qurbanı həqiqətən yaxşı qardaşdır. Elə onun zadına biz getmişdik. Biz eşitdik ki qurbanı gedib bu yolu. Biz dedik de yəqin gedə bilərik. İndi yavaş gedirik. Bu niyyətimiz bizim xeyli vaxtı var idi, Firdevsi. Şəhərdə məsləhət elədik ki, belə bir iş görək. Yəni, mən biraz çötəbi eləmək istirdim. Sən Allah canını sağ eləsin. Sən bu taxtaları da aldın da, elə bir ki, bir qədər yaxşı eləyəcək Allahın köməklə. Allah inşallah versin. Allah yolumuzu açsın. Qismət eləsin, gedib Şəfəndiyə, sağ-salamat çıxaq. Niyyətimizi həyata keçirək. Bu xeyriyyəsizlikdir, xeyriyyə niyyətidir. Allah deyir, hər bir kəsə qismət eləsin ki, belə xeyriyyəsizlik eləsinlər. Ferhat! Bax, burada əsl dediyimiz o qaya dibidir. Gör nə gözəl. Qaya dibinin üstünə. Üst tərəfinə. Bu qayanın altı Şahsvar babam bağıdır. Bağır da qaya dibindən belə böyüdü aşağıda da yazsanlar. Gəldik çıxmışıq qaya dibinə. Allah görsə Şahımındı babamın köməkliyinə qalxacaq yuxarı. O dağın başına. Əb oğlu, Sərrat. Allah sənin bağlarını xoşbəxt eləsin. Bu günü bizə yaşadan səndən qurbanı oldu. Allah sizə dəyməsin. Belə baxın, qaya dibinə bax Sərrat. Allah sizi var ya. Elə o savab buna deyirlər Sərrat. Bax savab ha budur. Görsen qaya dibi burada ne güzel görsen. Qarmazı nə gözəl görsən, nə fikirsən. Çok sağ ol Tanrı. Elin kolundan olsun. He. Sen de geydan olsun. Ama oğlum, kəsən bir öpüm sən Allah. Bu həyatı sən mənə yaşatdınsa, sən qazanalım. Var olasın işte. Allah Həmşə ziyaretinizi doğrudan, kabul etsin her zaman. doğrudan bu, Ben de babanı ziyaret edelim. bu ziyarət, bura gəlib çıxma. Bu ideyanı sürme her adamın işi deyil. Mən gedince de öyle, var olasın Sərrat sən. Allah seni var. Sağ olun, cəmləmcin. Sərras bugün bizim bələdçimizdir də. Padyumlara baxın. Qoşlar az da qəm qoşlar, dalga bağ birləşdi.
Yağmış sadaka. Yağmış sadaka. Yağmış sadaka. Yağmış sadaka. Sana kurban olmayayım sadaka. Yağmış sadaka. Sana kurban olmayayım sadaka. Sıldırıma bak, kayalara bak. Ya Allah Sami üstü, ya Allah Sami üstü. Geldi çıktık şu bende. Denize gör. Ya aşk efendi baba. Fikir hara geldi. Aşk efendi babamın yanına. Ha Firdevsi. Allah köməyin olsun. Demək olar ki, arzumuzun, niyyətimizin müəyyən hissəsinə nail olmuşuq. Gəlib, bax bu hərsin yüksək zirvəsinə çatmışıq. Maşınımız daha orada. Tabakta. Özümüzde gelmiş bir söre yedik burada. Gelip tuttu Şıkefendi babiye Hərsiz dağının başına. Sonra Nadir Məlimgildə arkadan gelirler. Onlar bize piyada gələsi oldular. Maşallah, gözəl meşədir, bax. Bəh. Həqiqətən ləzzətli meşədir. Orada göl var, göl, gaz, çala, yağma. Gəl. Allah niyyətinizi qəbul eləsin. Bax, Nadir müəllim də piyada qalxmağı özünə boş bildi. Maşallah. Hacı, Allah sənə ömür versin, Allah sənə can sağlığı versin. Amin. Sən bu yaşında, bax bu sıxın eşki ilə, bu meşəlikdə, bu hündürlüyü Hərsiz dağın piyada qalxdın. Sağ ol, sağ ol. Sağ olasın. Göl yağın başından. Allah köməyin olsun. Sağ ol, sağ ol. Allah ziyarətinizi qəbul eləsin. Şükür Allah'a, demək olar ki, bugün niyyətimizə çatmışıq, müəyyən faiz gəlib Şıx Əfəndinin, bax bu Şıx Əfəndi ziyarətgahına gəlib yetişmişik. Artıq buradayıq. Allah hər kəsə qismət eləsin. Bax bu ziyarətgaha gələk. Amin. Burada buyur. Burada izah elə. Ziyarətgahıdır. Nadir müəllim hamımızdan yaxşı bilirdi. Hamımız gəlib ziyarət edirdik. Hacı buyur bir daha zəhmət olursa izah elə. Burada Şəfəndi babanın namaz kıldığı yer. Harada orada? Yoldaş kalanın yanında hacı. Baba dur bırak. Ya bu Şəfəndi o namaz kıldığı yerdi. Ben şeyler bilirim. Şeyler o bak buralar açıklıdır. Şimdi biraz ağaç basır. Ha bura. Bak burada her yer gösterdi bak. Şimdi ağaç bak. Burada Şəfəndi babamın namaz kıldığı yer. Bak böyle. Allah köməyiniz olsun, var olun. Tamam, Allah sizi korusun. Danay qardaş, gəl, bax bu vəziyyət də var, ha. Allah köməyiniz olsun. Gəl. Burada şeyxin namaz qıldığı yerdir. Bura namazgah demişik. Allah hər kəsin ziyarətini qəbul eləsin. Biz bugün burada ruhda belə stol yığmağa gətirmişik. Stolları düzəltmişəm. Bax, bunun birində uşaqlar kraskaladılar, hələ iş gedir. Dan bu dörtürəm. Dan bir də gəl. 33, 34. Gəl burası söz qoy. Dan 34 derler. Yazdı şefil değil. Ben oradan onun düşmanlarım bura. İki tane 34 kes, o birine de lazım da.
Sərras qardaşımdır. Qaradır. Paşadır. Bax beləcə işləyirik burada. Stolları düzəldiririk. O yanda. Hacı Nadir'dir. Firdevs'üdür. Ay kardeş yorulmayasan. Hoş geldin, hoş geldin. Hoş geldin. Stollarımızı kraskalayıram. Görsən? Ay Qubatlı cəmaatı. Hər birinizi buradan salamlayıram. İnşallah bu Işıq Əfəndi ziyarətinə hər kəs gələcəksə gəlib istirahət eləsin. İstirahətinizdən qalmayın. Oturmağa stol düzəltmişik. Yavaş-yavaş da aynı oyun gətirəcəyik. Hər şeydə, qalan şeyləri də gətirəcəyik. Bu çox dağın hündürlüyündə olduğuna görə, dağın yüksəkliyində olduğuna görə bura çıxanda istər-istəməz adam yorulur. Və gəlib bu stolda oturub istirahatınızı eləyəsiniz. Allah sizləri qorusun, sizlər üçündür. Getdirəm. Yersiniz. Oturasınız inşallah xeyirlisi. Allah İnşallah, inşallah. hər birinizin qurbanlarını qəbul eləsin. Bəli, bəli. Həmişə. Xeyrətinizi qəbul eləsin. Həmişə biz burada qurban kəsmişik. Yenə Yəni- çəkərik inşallah. Allahın köməyi ilə biz yenə məqsədimiz odur ki, burada qurbanlar kəsilsin və bu stollarda oturub o qurbanlığı nuşuzanlığına yeyəsiniz, rahatçılıq olsun. İnşallah, inşallah. Bu aşağı gələndə Allah götürdən gəlib sarxadır sabah. Sabah yolunda orada biraz yarımçığımız var o qəbristansa. O sarxsın. Yürüsün, yüksək sarxadır gedək. Ol dərzim, başqa yaxşısan. Əla. Qaldı ayağım bərkitməyə reyka var onda. Necə? Ayağım bərkitməyə reyka yoxdur bir dənə. Hə, bu bir dənə var. Gör nə ilə bərkidir? Çok kaçmadı. Yox, yeri orada. Yok be bir tarafa kaçmağını öyle dedim. Yox, qaçmaz. Ölçüsünü buraya görsən bu ölçüdə yəni. Yorumlayasınız kardeşler. Allah sizi korusun. Allah sizi var eləsin. Çətin şəraitdə Işıq Əfəndi ziyarətgahında bu Işıq Əfəndi köməyiniz olsun hər birimizin. Sağ ol, sağ ol, sağ ol. İsmail. Bir balaca qara mismardır. O başa vurur sen dedi. Hara? O başa saklayayım o başa da bir tane vur. Saras kardeş. Elimiz kolumuz var olsun. Qəbul eləsin ziyarətimizi. Işıq Əfəndi baba da stol hazırladı. Demək olar ki, tutarmışıq. İşin azı qalıb sabaha. Neçə stol hazırladıq? 4 dənə da. 4 tane ha. 4 dənə. 4 dənə stol hazırlamışıq. Stol da hazırdır. 4. Amma sabaha yenə yarım sıxlar var da. Tamamlansın ki, Allah qoysa sabah bitirək işimizi. Allah ziyarətimizi qəbul eləsin, talih. Allah səndən də razı olsun ki, həm dülgərlik eləyirsən, həm hər yoldaşlıq eləyirsən. Həm pover gəldi, talih etdi, nə bilim, dülgər işi, fotoğraf işi, nə iş oldu elə birinci talih etdi. Sağ ol. O rəhmətli Seyfalı kimi, Qubatlıda nə iş varsa hamısı sənlikdir. Sağ ol kardeş. Allah canını sağ olasın. Elə həqiqətən də düzdür. Mən işləyirəm, qoyuram yerə, gəlirəm, çəkilsəyirəm. Mən işləyən görən olmur. Elə bilirlər, elə mən istəməmişəm. Hə. Da çəkilişə görə sən çəkilişə düşmürsən axı. Bəli. Kənarda deyirlər, bu talih elə ancaq çəkir. Da bilmirlər ki, elə işləyən də talihli çəkən də. Çox sağ ol kardeş. Çox Bu sağ ol. stolun hazırlanmasında əsas bir 80% sənin zəhmətin var.
İndi biz de böyründe başında köməklədik. Allah köməyin olsun qardaş. Sağ ol, var olun, var olun. Bir də bu ətrafı çəkim, gedim o yanda stolları kraskalıyırlar. Gedim onları da çəkim. Gəlin biz stoluma köməkləyin. Tabii çəkiliş edirdin. Həvəsmadı. Hadi çək. Buyur Hacı, buyur çəkirəm. Hə. Allah ziyarətinizi qəbul eləsin. Gözəl bir ziyarətdəsiniz. Bugün 21-i demək iyun 2026-cı il Şıx Əfəndi babanın ziyarətgahındayıq. Şıx Əfəndi baba çox çətin vaxtlarında özünə arxa dayaq kimi Çərəli elini, Çərəl olmasını bilib. Çərəli kəndinə gəlib. O təqibdən qurtarmaq üçün Çərəli kəndində Hacı Əhmədin evində bir müddət qalıb. Orada sığınacaq tapıb. Oradan sonra isə yerinin məlum olmasını, onun özünün fikrinə gəldiyinə görə Hərtiz dağına gəlib, bax bu yerə gəlib, müəyyən müddət bu yerdə də qalıb. Burada qaldığı müddətdə Səfər baba ona xidmət eləyib, Hacı Əhməd ona xidmət eləyib, ərzaq gətiriblər, müəyyən müddətlə onu ilə burada qalıblar. Bir müddətdən sonra isə burada da yerinin agah olunacağı ona məlum olduğuna görə, Allah tərəfindən ona bildirildiyinə görə buradan Türkiyəyə getmək qərarlaşıb. Hacı Əhməd, Səfər baba və bir neçə başqa adamlarla birlikdə buradan gedib yolun müəyyən hissəsində onun təşrifi ilə Hacı Əhməd və digər yoldaşlar qayıdıb Səfər baba ilə o yolunu davam elətdirib və Araz çayına qədər Səfər baba ilə gedib, Araz çayına çatdıqda isə Səfər babadan ayrılaraq İrana keçib. Allah ziyarətinizi qəbul eləsin, qısa Şıx Əfəndi baba haqqında dediyim bu qədər. Allah köməyiniz olsun Hacı. Ha, Firdevsi, stollarımız hazırdır deyəsən, kraskalamısınız? Hə. Uşaqlar sağ olsunlar, kraskalayıblar. Siz də sağ olun, stolları yığdınız. Çox sağ olun, Allah sizi var eləsin. Allah sizi qorusun. Gəldik Şıx Əfəndi babaya ziyarət elədik. Mənim əhdim idi ki, bura gələcək, gəldik tutuşamızı, sağ olun. Siz də gəldiniz. Bizlə bir yerdə Şıx Əfəndi köməyiniz olsun. Gətirdik, bu stolları çıxartdıq bura, yığdıq. İndi də kraskalayıb, uşaqlar sağ olsunlar, var olsunlar həmişə. Allah sizi qorusun. Bayaq Nadir müəllim qeyd elədi, Şıx Əfəndi babam bura necə gəlməyindən, Hacı Əhməd babanın, Səfər babanın onun qulluğunda durmağından ağsaqqalımız Hacı danışdı. Var olsun. Yəni demək istəyirəm ki, Şıx Əfəndi baba bütün çərəllərin köməyi olsun. Bütün çərəlləri qorusun. Sərraç da dedi, Nadir müəllim də dedi, nə bilim hamınız dedi, Allah hamınızın köməyi olsun. Var olun, əliniz qolunuz var olsun. Çox sağ olun, çox var olun. Yəni bugün gəldik bir yerdə. Gəldik, bunu işi gördük. Doğrudan mənim bura çıxmağa heç bir ümidim yox idi. Elə orada səhər-səhər Şıx Əfəndini çağıranda dedim ki, Şıx Əfəndi bizi çəkib aparacaq ora özü. Darda qoymaz bizi, çəkib aparır. Bəli, darda qoymaz bizi. İnşallah darda qoymaz. Bunu o 4-5 gündür bunları kəsirib, yığıb gətirmişdim o kəndə. Allah Sərradın min budaq eləsin. Sərradın çoxu, Sərradın qurbanının hesabını oldu. Bunu da demək lazımdır. Çünki qurbanı deməsiydi ki, orada yol var arxa tərəfdən. Heç valla biz namid qalacaqdıq. Bizim fikrimiz vardı arxadan tali, səni ilə arxadan gətirək. Bəli, biz fikirləşdik ki, dağın ətəyindən bura filimizə gətirək. Amma çox çətin gətirəməzdik. Amma haqqı Allah buradadır. Bu işlərin hamısı ilk onun əziyyətidir. Bəli, onun əziyyətdir. O sağ olsun, gəlib oradan. Əziyyət çəkib gəlib buraları yolun erizini tapıb, təmizləyib. Bəli. Biraz da biz təmizlədik indi gələm. Gənə kirvəm. Allah var olsun. Hə, sağ olsun, kirvən də sağ olsun. Yenə deyirəm. Sərraç da bugün işin gücünü atdı, Allah balasını saxlasın. Gəldi bizlə, qurbanı ilə gəlmişdi, yolu tanıyırdı. Gətirdilər aşağıdan, düz dadın qəyə dibindən piyada. Hamısı bura qədər, qurbanı ətləyəndən sonra yerdə qalanda bizim uşaqlar ətlədilər hamısını, yolun qıraqla təmizlədilər. İndi rahat hamı gələ bilər. Bir 150 metriyinə qədər Şıx Əfəndi babanın 150 metr bir
100 metr, 150 metr aradan oraya kadar maşın gelir rahat. Gelin hamı ziyaret eləyin, ziyaretiniz qəbul olsun. Gələn yolda gələn yolda gəlir çıxır maşın yolunun ağzı. Şəfəndi baba ilə Top Meşənin arası. Yəni göy yoldan əvvəl vardı bu tərəfdən. İndi amma gələndə gəlib çıxır yolun qabağı Şəfəndi baba ilə Top Meşə. Bəli, bəli. O araya gəlib çıxır. Yol gəlir, maşın yolu. Tam təmizləmişik. Biz ciplə çıxmışıq bura. Yəni hündür maşın təbii ki, ciplə gəlmişik. Biz pikapla gəlmişik. Yəni pikap olsun, cip olsun, liboy maşın artıq bura gələ bilir. Hə. Yəni bunu da bilsin, tamaşaçılarımız bunu da bilsin ki, bugünkü gün bura gəlmək olur. Biz də burada bu stolları qurub şərait yaratmışıq. Allah qəbul etsin qurbanlarınızı, gətirin qurbanlarınızı kəsin. Ziyarətinizi eləyin. Ziyarətinizi eləyin və Yenə də həmin burada da şərait var ona. Biz bugün inşallah bunların üstünü örtürük, yəni akşam düşürük. Sabah Allah qoysa gəlib yerdə qalanda gələcək. Yəni 4 dənə qabaq stolu düzəldi. O oturacaq stollardan da sabah gələcək inşallah. Yəni hamısı hazır olacaq burada inşallah. Sabah tam hazır vəziyyətdə çəkib sizə göstərəcəyik. Sağ olun. Axşam düşüb Şıx Əfəndi ziyarətgahından yığışırıq. Veşlərimizi maşına gətiririk. Onun arkasına sakarsınız. Açıqdır. Arkasına aşağı şöyle onu sar. Karşı bunu da çizemem. Bunları kes ortalıklarını koy dedim. Burada. Sağ ol Ayt Ali, sağ ol. Sağ olun. Yorulmayasınız. Allah qolunuza qüvvət versin. Bugünkü gün köməyimiz pəhlivandır. Allah canını sağ eləsin. Ayət xanım da burada bizə yeməyimizi hazırlayıb. Çox sağ olsun. İlk stollarımızın siftəsini eləyək. Allah qəbul eləsin. Allah hər kəsin ziyarətini qəbul eləsin. Amin. Bütün çərəli cəmaatımızın Allah Teala ziyarətin qəbul eləsin hamısı. Gəlsin bu Şıx Əfəndinin ziyarətgahında ziyarət eləsinlər. Sən o nəğin düzət verim ha mən bunu. Bu dəqiqə, bu dəqiqə. Buyur, mən burada, sən o nəğin düzət. Gələn buradım. Düzdüyün onu. Bir dəqiqə səbir elə. Sən bu, sən Allah sevməsin. Çox soğuk taraf var o səmtə. Çok tamamlanma işi deyəndə stollarımızın, skamyakalarımızın ikisinin ayağı satırmadı. İnşallah gətirib onu da düzəldərək qoyarıq. Yəni bizə 8 dənə skamyaka lazım idi, 6'sını düzəltmişik. Onu da bir dəqiqə düzəldəcəm, narahat olma. Narahat olma, o da olacaq. Ya Allah, ya Allah. Ayət, Allah sənin canını sağ eləsin. Bu stollarımızın siftəsinə sən yemək çəkirsən. Sən düzdün. İlk süfrəni sən düzdün. İnşallah Allah'ın köməyi davamlı olsun. Gün o gün olsun, xoş günlərimizə qurban kəsək. Bax burada qurban süfrəsini pişirəsiniz. Allah sizləri də qorusun. Ay Firdevsi. Çox sağ ol. Bax. Sən də sağ ol, Talib, sən. Bunların hamısının təşəbbüsləri sən oldun. Çox sən də sağ ol. Allah balanı saxlasın. Mən çox sevindim ki, bu az da olsa bu xeyriyyə işini biz gördük. Çox sağ ol Talib. O gün olsun, davamlı olsun. İnşallah, inşallah. Nadir müəllim, Sərraş müəllim, İnşallah. İmamyar qardaşımız, Paşa qardaşı, o qardaş oğlumuz, bacı oğlumuz. Çox əziyyət çəkdilər, hamı çox Paşanın əziyyət çəkdilər. əziyyəti Allah çoxdur. istibar eləsin. Paşanın Allah burada dəymə. 2 vətəni var. Azərbaycan da vətənidir bu heç. Bir tərəfi Göyyal, bir tərəfi Çərəli. Bəli. Ən xoşbəxt bizən dağın başında, Qubaddıranın, Hərtiz dağının ən yüksək zirvəsində Şıx Əfəndi babamın ocağında oturmuşuq. Paşa qardaş oğlumuz, bacımız oğlu buradadır, yanımızdadır. Allah var eləsin. Bu stollarda, bu əziyyətdə, bu 2000 metrə yüksəkliyə bu materialları qaldırıb, burada bu şəraiti yaradan oğlanlar əllərin var oldu, Talib sənin. Bunların hamısını qardaş oğlu çıxardıb bu zirvəyə. Kürəyimizdə daşımışıq hamısını. Sonra Sərraş müəllim, Nadir müəllim,
Allah əllərin var eləsin. Hamısı Çindən. Bəli, Nadir müəllim o yaşına baxmayaraq bizlə bərabər bunları daşıdı bura. Sağ olsun. Materialları bura qaldırıblar. Allah canı sağ eləsin. Bizdən açın, mən də Allah Taala imkan Allah verdi. razı olsun hamısından. Açılışında mən də iştirak elədim. Bu süfrəmizdə prezidentimiz var olsun. Ailəsi ilə, balaları ilə bir yerdə prezidentimizin sayəsində buradayıq. Bu zirvədən bütün Qubadlı rayonun Cəbrailə qədər hər yerin buradan görmək olur. Bizə bu şəraiti yaratdığına görə prezidentimizə və ailəsinə minnətdarıq, bağrımıza basırıq. Öpürəm hamınızı, Allah sizi var eləsin. Bütün Sərəli cəmaatımızın da Allah Taala qismət eləsin. Hamısının niyyəti, arzusu bizim Şıx Əfəndi babamızın bu ağır ocaqda gəlsinlər, ziyarət eləsinlər, arzularına çatsınlar. İnşallah bunda Fidi qardaşımız bu stolları əziyyətini çəkib, xeyriyyə işini görüb, mən də bir məsləhət elədim ki, bunu tamamla, bunun üstün navesində, setkasında həll elə, bura tam olsun. Bura tam olsun. İndi o da söz verib ki, bu üzümüzə gələn ayda Allah qoysa, gəlib buranı setkalı görəcək. Allah qismət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin sayəsində. Cənab Ali Baş Komandanın sayəsində. Bəli, bugün biz burada rahat oturmuşuq. Mənfur düşmənlərimizi çəkilib gedib öz qınlarına. Pəhlivan deməli, dəniz səviyyəsindən 2000 metr hündürlükdə buradan bütün hər yer Cəbraildən, Füzulidən belə hər yer görsənir. Allah şəhidlərimizə gəlin rəhmət eləsin. Ruhları şad olsun onların sayəsində. Allah o dünyaların versin şəhidlərimizə. Amin, amin. Siz də sağ olun, var olun. Bugün hamımız bir yerdik, bugün hamımız bu ziyarətçağımızdır. Hamımızın uşaqlıq arzularımız, hamımızın bura, necə deyirlər, valideynlərimizlə, qardaş bacılarımızla piyada bu deyib aşağıdan gəlməyimiz, arxadan göy tərəfdən gəlməyimiz və yaxud da xatirələrdən burada danışırıq. Xatirələrimizi buradan gəlirdik, belə gəlirdik. Amma bugün xatirələrimiz reallaşıb. Biz burada Gəlsin, bəli, şükür Allah. Gəlmişik, burada oturmuşuq, sıfırlaşmışıq. Arzu edirəm, davamlı olsun. Bütün sərərlər, bütün istəyənlər gəlsin, ziyarət eləsin. Burada sıfırlaşsın. Çox sağ olun. Mən də sizə minnətdaram. Ki, mənim yanımda oldunuz, mənə dəstək oldunuz, kömək elədiniz, oradan bura daşıdınız, gətirdiniz inşallah. Yenə deyirəm ki, bir-birimizi xeyriyyə işində axtaraq. Amin. Çox sağ olun. Ay, gözəl sərərlər. Ay, mənim doğmalarım. Sizin hamınızı Şıx Əfəndi babadan xoş gördük. Bir neçə dəfə talih sağ olsun çəkib, qrupa qoyub, YouTube'a qoyub. İndi ucu axşamdır, saat 4-dür, 5-ə işləyir. Yekunlaşıb getmək istəyirik kəndimizə, Çərəliyə. Şıx Əfəndi babam sizə yarikar olsun. Amin, amin. Köməyiniz olsun hamınızın. Elimizin, obamızın hamısı. Bəli, inşallah biz gələn ayın ortalarında zadında bir yerdə hamımız buna bir beçetka qoyaq. Pəhlivan mənə tapşırıq verdi ki, İmamoğlu, bura bu istolu gətirdim qoydum, bir beçetka da qoy. Mən də dedim, baş üstə. Sizinlə bir yerdə inşallah burada bir beçetka da qoyarıq Allahın köməkliyi ilə. İnşallah. 33 ildən sonra bugün burada Şıx Əfəndi ocağında biz yığışıb burada görüşüb oturmuşuq. 33 il yox, o axırıncı dəfə Hasan gəlmişik bura. Ya Allah şükür sağ. 93-də qaçqınlıq olub, amma axırıncı dəfə buranı ziyarət elədiyimiz gündən saysaq, Valla onu mən dəqiq gündən saysaq, hardasa bir 3-4 ildə cərəbi 38-37 il var da. 38 olsun, 37 il olsun, nəysə. 37-38 ildən sonra Şıx Əfəndi ocağında, Hacı Əhməd Səfər baba ocağında biz ziyarətə gəlmişik. Allah Teala ziyarətimizi qəbul eləsin, Allah səni İmamoğlu var eləsin. Bu stolları, bu otacağı, bu şəraiti sən yaratmışsan. Burada əhəməti keçənlər, əziyyəti çəkənlər çoxdur. Burada bizim İmamyar qardaşımızın oğlu 2 gündür burada. Paşa babamız. Allah onu var eləsin. Talih qardaşımız çox əziyyət çəkib. Nadir müəllim, Sərdac əmoğlu çox əziyyət çəkiblər. Bu stolları, bu materialları bura gəlib, buradan quraşdırılıb, burada əziyyət çəkilib, yığılıb, kraskalanıb. Bunun hamısında hər birinin əziyyəti var. Allah Teala onların əziyyətinin əvəzini min versin. Öpürəm, bağrıma basıram hamısını, var olsunlar. Bir də xahiş eləmişəm ki, buranın da bir dənə qəşək bisetka qurun burada. Burada gəlsin, qəşək şərait, şkafzad olsun, bütün qab-qacağı ilə, qaz balonu ilə, heç kim burada odun axtarıb, ocaq qalamasın, qab-qacağı, hər şey qazanına kimi dəhrə baltasına, şişinə qədər hər şey
Gələn adam əlində maşınında suyun bir dənə çörəyin gətirə bilər. Vəssalam, gəlsin burada hər şey şəraiti var. 40 nəfəri oturacaq stolu var, hazırdır. Yolda 200 metrdir, 200 metrdən də Yarakaha qədər qalıb maşın gəlir çıxır. O 200 metr yerdə Talih qardaşımız söz verib ki, o yolu bərpa eləyəcək, maşınımız düz Yarakaha qədər gələcək. Allah hər birinin canı sağ eləsin, bütün çərəli oğlanlarının, tabanlarının, nəvələrinin, nəticələrinin, Allah Teala hamısını var eləsin. Allah Teala onların arzunu yerinə yetsin, gəlsinlər bu pirimizdə, Səfər Baba ocağında, Hacı Əhməd ocağında, Misad Ağanın ocağında, Şeyx Əfəndinin ocağında ziyarət eləsinlər. Öpürəm hamınızı, şərəfdən hamınızı bağırma basıram. Sağ olun, salamat qalın. Sağ olun. Bax, mən bayaq dedim, bugün 23 iyun 2026-cı il biz Qubadlı rayonunun yəni hansı kənd deyim ki, yəni Çərəli, Saldaş, Göyyal, Fərcan, Hərtiz, bu Dundarlı, Mirlər, bu ətrafda olan bizim ən böyük dağımız olan Hərtiz dağının zirvəsində Şeyx Əfəndi ocağına gəlmişik, abadlıq işləri gördük. Bax, bu stolları o vaxtı şəhərdə Firdevsi ilə məsləhət elədik ki, belə bir iş görək, sağ olsun Firdevsi də. Bu stolların xərcini çəkdi. Gətirməyinə də yəni biz gətirdik. Allah hər bir əziyyət çəkənlərin canını sağ eləsin. Yəni bunlar içində Ağsaqqalımız Hacı Nadir idi, Sərrac idi, Firdevsinin özü idi, İmamyar, oğlu Paşa, mən özüm, Allah hər birini var eləsin. Yəni, bu əziyyəti çəkdik, halal xoş olsun, gətirdik, çıxartdıq bura. Yəni, biz bunu niyə? Bir çərəli olaraq biz fikirləşdik ki, biz bunu eləməliyik. Bayaq saydım ki, bu ətraf kəndlər hər biri buranı ən müqəddəs, ən əziz yerləri olaraq sayırlar. Bu ətraf kəndlərin hər birinin sakinləri bunu eləməyə hazırdır. Amma biz bir çərəli olaraq düşündük ki, bunu çərəlilər eləməlidir. Bunun niyəsində deyim ki, niyə çərəlilər eləməlidir? Yəni, bu Şeyx Əfəndi Mir Həmzə Ağa, Seyid Nicari, bu çərəldən gəlib. İlk dəfə bu Çərəli kəndinə, ətraf kəndlər, rayonlar, bütün, bax, bu ətraf, çox saymaq olar, rayonların hər birində bu ocağı istəyirlər. Bu gedə bilərdi hər birinə, amma onu məsləhət görüblər ki, səni Çərəldə saxlayarlar. O gəlib Çərəldə Hacı Əhməd ocağına gəlib çıxıb. Sonra da yəni, gətirib bura çıxardıblar, Səfər Baba burada qulluq eləyib. Yəni, onun yeməyin, içməyin, hər birinin, üç oyuna dalbadal. Allah yerdə qalanlarına ömür versin, hər birinin. 3 oyuna dalbadal yeməyin, içməyin, çayın gətirib, yeməyin gətirib, hər bir şey. Burada çay qaynada bilməyiblər ki, tüstü olar, gəlib tutarlar da, bu mənada. Yəni, ona görə də biz bir çərəli olaraq, nə daxil var? Hacı Əhməd də bizim babamızdır, Səfər də bizim babamızdır. Yəni, biz onların, necə deyim, nəvələri, nəticələri, onların davamçısı olaraq biz də istədik ki, burada, bu yerdə bu işi görək. Qoy, ətraf kəndlərdə gəlsinlər, burada ziyarətlər, nələslər, qurbanları kəssinlər. Allah hər bir kəsin qurbanını qəbul eləsin. Hər kəsə də Allah qismət eləsin ki, gəlib burada. Arzusunda olan hər bir kəsə qismət olsun. Arzusunda olmayan yoxdur. İnan hər kəsin arzusunda, hər kəs arzusunda ki, bura gəlsin, burada qurban kəssin. Şeyx Əfəndi ocağında, əlbət, tam arzusunda. Mən dünən burada bir balaca çəkiliş edib, özür istəyirəm, TikTok'a attım. 2000 baxış var, sutka tamam deyil. Sutka tamam deyil, 2000 baxış var. Gör nə, yəni bu onu göstərir ki, gör bunu sevənlər buranın nə qədərdir. Yox, əlbəttə, amin. Allah hər bir şeysə can sağlığı versin. İnşallah, bayaq dediyi kimi, Firdevsi də deyir ki, buranı əlavə olaraq daveş eləyək. Allah canını sağ eləsin, Allah cibinə bərəkət versin. Amin. Allahın köməyinə. Allahın köməyinə. Gələn aylarda, onu deliyərik, yaxın gələcəkdə, onu deliyəcək. İnşallah. Gələcək yox, gələn ay, iyun ayı. La ayı, gələcək söhbəti yoxdur. La ayında Allahın köməyinə. Allah ayda gələcəkdə. Yox, elə gəlmir, əlbəttə. La ayı Allahın köməyinə, buranı bir setkalı görəcək, Allahın köməyinə. Yəni deməyim budur ki, istəyənlər hər biri bura ziyarətə gələ biləcəklər.
yaxşı maşın yolda gəlir. Burada da Bəli. bu dağa qalxanda adam istər istəməz yorulur, gəlib istirahət etmək üçün hər bir şəraiti var. Talib bir dənə Göz- üzr istəyirəm. Siz şahidsiniz ki, dünən biz bura gəlmək istəyəndə, bu 2 gündür gəlmişdik, çətdi idi, sərəldi idi. Bura gəlmək istəyəndə səhər-səhər yağırdı, yağış başlayırdı. Orada dedim ki, yaş Şəfəndi baba, bəs mən ora gəlmək istəyirəm, Allah and olsun. Ha. Oradan tərpəndik, dedik yağışı çıxmayacaq. And olsun Allaha yağış kəsdi. Gəldik burada, bu gün səhər-səhərdə çıxanda, dönə dumanlı yağışı idi. Dedim Allah haqqı mən dönə Şəfəndini çağırmışam, getmişəm. Bir şey Yağış kəsdi. tamamlamalıyıq. Hə, bugün nətər duman basmışdı, deyildi ki, bizi bu dəqiqə yağacaq. Bütün duman çəkildi, gün çıxdı, indiyə qədər günün altında oturmuşduq burada. Təsəvvür edin ki, Şəfəndinin köməkliyi ilə bu gündə günündə yağmadı. Biz işimizi tamamlaya bildik. Bəli, işimizi tamamlaya bildik və bu gün gəldik, bax, indi axşama qədər gəlsək burada otduq, çörək yedik, ziyarət elədik. Aş Və pişirdik. yenə onu demək istəyirdim ki, Şəfəndi sizə kömək olsun, Şəfəndinin nəfəsi üstünüzdə olsun. Ki, dünən mən o cürə yağışda səhər-səhər çizgində Şəfəndiyə yarvaldım və gəldim, gün çıxdı, qəşəng rahat da çıxdım düz maşından bura. Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum.